Qurbanlı heyvanların yaş məsələsi var. Çünki önümüzdə Qurban bayramı var. İndidən bu məsələlərə toxunaq ki, qurban kəsənlər buna diqqət etsinlər. Qurbanlıq heyvanların yaşına gələndə qoyun və qoç, yəni həqiqətən də, qoyun 6 aydan yuxarı olmalıdır. Yəni qoyun və ya qoç 6 aydan yuxarı olmalıdır. Keçi isə bir ilini tamamlamalıdır. Yəni belə bir fərq var. Yəni keçi 1 yaş və daha çox. Amma qoyun 6 aydan yuxarı olmalı. 6 aydan aşağı doğru deyil. İnəyə gələndə böyükbaş mal 2 yaş tamamlamalıdır. Dəvəyə gələndə 5 yaş tamamlamalıdır. Yəni qoyunu, bir insan qoyunu ailə başçısı öz bütün ailəsinin yerinə kəsər. Hansı heyvanlarda əlbəttə ki nədir? Şəriklik olur. Baxın, qoyun və keçinin hər biri yalnız bir nəfərin adına qurban kəsir. Yəni bir nəfər özü ailəsinin yerinə kəsir. Yəni digər insanlar onda nədir? Şərik ola bilməz. Bir dəvə yaxud bir sığır inək və ya böyük baş maldan isə 7 nəfərə qədər insan nədir? Şərik ola bilər. Yəni 7 nəfər insan şərik ola bilərlər. Necə ki, Cəbr ibn Abdullahdan gələn rivayətdə Peyğəmbərimiz sallallahu buyurur ki, Hudeybiyyədə Resulullah birlikdə qurban kəsdi. Dəvəni də, inəyi də 7 nəfər üçün kəsdi. Yəni böyük heyvanda müxtəlif, ayrı-ayrı insanlar 7 nəfər şərik ola bilərlər. Yəni 7 nəfərə qədər imkan var. 2 nəfər şərik ola bilər, 3 nəfərə, 4 nəfər də. Yəni tək də insan kəsə bilər imkanına görə. Amma 7 nəfərə qədər nədir? Ona şərik ola bilərlər. Amma ki, qoyunu isə bir nəfər öz ailəsi və ailə başçısı öz ailəsinin yerinə kəsir.